Bu yaxşı tikir, pulun varsa al. Razı deyiləm. Evlər qalxacaq, kompensasiya verilməyini tərəfdar deyirəm. Ölüsü belə başqa qapılardan getdi də. Ola bilməz. İnsanlar 8 il küçədə qalıblar. Mən ev satmıram ki. Binanı tikən şəxs orada yaşayan insanlara kirədə yaşayan kimi bir davranış sərgiləyir. Bəli, bu adam pul qazanmaq istəyir. Məqsədi budur. Biz yeni rubrika açdıq və bu rubrikada verilişdən sonra səmimi söhbətlər eləyəcəyik öz ekspertlərimizlə, əlbəttə ki. Amma demirəm ki, verilişdə biz nəsə qeyri-səmimi danışırıq. Daha çox qanun çərçivəsində qanuna aid sualları cavablandırmağa çalışırıq. Burada daha çox subyektiv fikirlərimizi paylaşmış olacağıq. Mən Yavəri uzun zamanlardır tanıyıram və artıq ərkəlib ona dost da deyirəm. Bu sahədə kifayət qədər öz sözünü demiş bir vəkildir və tikinti kooperativi, ümumiyyətlə tikinti keyfiyyətinə nəzarətdən tut, onun sənədləşməsinə qədər düşünürəm ki, Yavər öz sözünü demiş ekspertdir və səmimi hər zaman yanaşır. Biz kimsə ev almaq istəyəndə və yaxud hansısa obyektin orta qiymətini müəyyən etmək istəyəndə ilk başda Yavər yadımıza düşür və dərhal ona zəng edirik, məsləhət alırıq. Çünki bilirəm ki, həqiqət nədirsə onu demiş olacaqdır. Sadəcə Yavər, bugün gəl etiraf elə ki, izləyicilərimiz də verilişdən sonra zəng eləyib, bəziləri fikir söylədi ki, Yavər MTK tərəfindən danışdı, MTK-ların hüquqlarının təmsilçisi kimi orada oturdu, fikir söylədi. Yəni vətəndaşların deyil. Mən əlbəttə ki, bu fikirlə razı deyiləm. Çünki bilirəm ki, sən orada elədiyin hər təkliflər əslində vətəndaşların xeyrinə idi və bugün biz səninlə də vurğuladıq ki, qanunvericilikdə bir sıra boşluqlar var və bu məqamları tənzimləyən məsələlər olmadığına görə məhz nəticədə vətəndaş əziyyət çəkir. Sahibkar da əlbəttə ki, amma daha çox daş vətəndaşa deyil. Vətəndaş əziyyət çəkir. Bəli, və bugün biz bazarda öz üzərinə götürən öhdəliyini vicdanla icra eləməyən bir sıra kooperativlər tanıyırıq. Və mən istəyərdim ki, onlar haqqında biraz fikir söyləyəsən. Yəni, kimlərdir bunlar? Yaxud bunlar nə formada fəaliyyət göstərirlər, nəticədə vətəndaşlar nə kimi əziyyətlər çəkirlər? Gəlin, belə deyək də, mən bir vəkil kimi danışanda, mən əgər vəkil olduğum tikinti şirkətindən hansısa bir məhkəmə mübahisəsində, hansısa bir vətəndaşla qarşılaşıramsa, mənə qarşı aqressiv mövqedə ola bilərlər ki, sən MTK-nın vəkilsən, MTK-nın xeyrinə danışırsan. Amma mənim peşəmə irəli gələn vəzifələr ki, mən MTK-nı müdafiə eləməliyəm hüquqları. Səhv olsa da, düz olsa da mən onu müdafiə eləməliyəm. Əgər xidməti müqavilə bağlamışamsa, bu öz yerindədir. Mənim məhkəmə prosesindəki Yavərlə bu verilişdəki ekspert Yavəri fərq var. Düzdür. Birinci bunu kənara qoyaq, belə danışaq. İkincisi, mən o şirkətləri 3 qrupa ayırıram. Biri var işin keyfiyyətli görən, premium təyinatlı bina tikən bəzi şirkətlər. İkincisi, kifayət qədər maliyyə vəsaiti olmayıb, vətəndaşlardan vəsait cəlb edib tikən şirkətlər. Üçüncüsü, dələduz şirkətlər. Bax, gəlin dələduz şirkətlərdən danışaq ki, yenə deyirəm, mən Nərimanov ərazisində və yaxud İnqilab deyilən bir ərazidə eyni şirkətdir. Bina inşa eləməyə çalışdı və pilot layihə çərçivəsində sakinləri köçürdü. 8 ildən artıq müddət keçməsinə baxmayaraq evlər təhvil verilmədi. Hansı ki, dövlət orqanlarının iştirakı ilə onlar pilot layihə çərçivəsində köçürmüşdülər və müvafiq icra hakimiyyəti orqanları o köçürməyə təşəbbüs göstərmişdi. Və bugün o bina yarımçıq qalıb və vətəndaşlar sözün əsl mənasında küçədə qalıblar. Nə kirayə pulu verən var, nə maddi kompensasiya verən yoxdur. Bunun səbəbi nə idi? Mən verilişdə dedim, ona bilməm, o hər sözümdə bir məna var ki, orada dediyimdə sərəncam verirsiniz, bina tikilir, amma tikən şirkət öz vəzifələrini icra etmədikdə hansı məsuliyyəti daşıyacaq məsələlərinə toxunulmur. Hətta mən sənə bir şey deyim, o MMC-nin ki, qeydiyyata qoyurlar, kapitalı 10 manat, 20 manat. Düzdür, o nizamın kapitalı o qədər göstərici deyil. Mən şirkətlər tanıyıram ki, kifayət qədər maliyyə vəsaiti olan şirkətdə onun dövriyyəsinə baxanda görünür ki, məsəl üçün hansı şirkətlər. Ancaq nizamların kapitalı azdır. Nizamların kapitalını artırmaq da hüquqi baxımından elə çətin bir şey deyil. Qoyub sonra çıxardıb çox göstərə bilərsən. Məsələ orasında deyil. Nizamların kapitalı ilə ölçülməz şirkətin prestiji. Şirkətin prestiji mən şirkətin rəhbərinin, çünki bizdə Azərbaycanda şirkət rəhbərləri olan şəxslər hər dəfə hər binanı başqa şirkət adı ilə tikirlər. Düzdür.
Başqa kooperativ Amma yəni ona görə sırf bir şirkətə deyə bilmərik ki, bu yaxşı şirkətdir, amma rəhbərləri tanısaq, bəli. Mən məsəl üçün şəxsən yaxın dostlarımdan və yaxud kimlərsə mənə yığanda məsləhət alanda deyirəm ki, falan necədir, deyirəm yaxşıdır. Yaxşı tikəcək, göz yumulu get. Yəni vicdanlı tikəcək, yaxşı tikir, yaxşı yerdir, qiyməti də normaldır. Məsəl üçün mən deyirəm ki, bu yaxşı tikir, amma baha satır. Yaxşı tikir amma əgər pulun varsa al. Bəli. Bəli. Bu da biznesdir, yəni sərbəst bir yəni o sərbəst onun bir yanaşmasıdır. Köçürmə bəlalıdır. Mən yenə deyirəm, vətəndaşı zorla köçürmənin mən tərəfdarı deyiləm o dərəcədə. Əgər vətəndaşın mənzil şəraiti yaxşıdırsa, qəzalı deyilsə, onların köçürməsinin tərəfdarı deyiləm. Amma fakt bu verilən sərəncamların kökünün nəyə hansısa bir normativ hüquq haqqında dayanması lazımdır. Yəni bəlli bir meyarlar çərçivəsində. Meyarlar çərçivəsində hamıya eyni şəkildə yanaşılaraq Məsələn, qiymətləndirməni o qədər düzgün vurğuladın ki, bu mövzu həqiqətən aktualdır. Yox, qiymətləndirməni yaxşı, hələ görək qiymətləndirici palat özünü doğrulda biləcəyimi. Mənə çox maraqlıdır. Nazirlər Kabineti məsələn bir qərar qəbul edə bilər də ki, tutalım ki, Nərimanov rayonunun filan bölgə, nətər ki, filan qiymətdən aşağı olmamaq şərti ilə və yenə deyirəm, orada hər evə girirsiniz, mən köçürmə elədiyim yan-yana 2 dənə evə girmişəm. Birinin təmiri gözəl vəziyyətdə, birinin içəri girmək istəmirdim. Yəni pol çökürdü. Amma o təmirdə 100-200 manat fərq ola bilər. Fərq eləyəcək, amma yenə deyirəm, fərq olur. Bəli, yəni amma minimalı müəyyən olunacaqdır. Hə, yəni minimalı müəyyən olunsa və hesab edirəm ki, torpaqların dövlət ehtiyacı üzrə alınması haqqında qanunun şərtlərin analogiya kimi o şeyə tətbiq eləsələr ki, 20% də burada verilsə, o vəsaitin üzərinə ola bilər ki, onun qiyməti 2000-dir. Amma bu adamı sən zorla yerindən çıxardırsan, çətinlik çəkir, əşyalarını daşıyır. Məhz bu çətinliyin aradan qaldırmaq üçün əlavə kompensasiya da verilməlidir axı. Bəli. Bu gün mən ev satmıram ki, sən gəlib deyəsən ki, mənə 100 min qiyməti var, gələ 100 mini çıx. Belə şey deyənməzsən. Sən onu əsaslandırmalısan ki, sənin evin qəzalıdır, 100 min qiyməti var, üzərinə 20 min də əlavə verirəm ki, sən çətinliksən, gedib özünə ev tapasan, müəyyən müddət kirayə qalarsan. Yəni bunlara yenə deyirəm, bir də bazar çox stabil qiymətlər dayanmır. Yəni bir il ərzində evlərin qiyməti çox hədsiz dərəcədə artıb və təəssüflər olaraq qeyd edirəm ki, yəni mən vətəndaşlarıma məsləhət edirəm ki, gedin ev alın. Deyirsiniz ki, evlər qalxacaq. Evlər qalxacaq. Yəni mən ümumiyyətlə kompensasiya verilməyini tərəfdar deyirəm. Əgər bu dövlət ehtiyacı deyilsə, yerində bina tikiləcəksə, binadan ev verir. Mənzil verir. Mən onun tərəfdarıyam. Və köçürmə sıxlığın və elə yer var ki, 1 hektarda ərazidə 100 dənə ailə var. Elə yer var ki, 1 hektarda 50 dənə ailə yaşayır. Siz şəhərsalma bugün həmin 1 hektar kimi nəzərə alıb eyni əmsalı verir. 1 hektar köçürmədə 100 dənə ev olana da, 50 dənə ev olana da məsəl üçün 28 min kvadrat tikintiyə icazə verir. Vəssalam. Bax o 50 dənə ev olanda bina tikənə sərf edir, deyir hə buranı tikmək olar. 100 dənə olana deyir yox buranı tikmək olmaz, ziyandır bura. Girmir. Yəni əgər amma niyə girmir? Onlar da qəzalı vəziyyətdə yaşayırlar axı. Əslində mən sizə deyim ki, qəzalı vəziyyətdə olan, dəfələrlə müraciət olan mənə müraciət olur ki, bilmirsən bizim yer plana düşməyib. O qədər vətəndaşlar var ki, mənə müraciət edirlər ki, plana düşməyib. İstəyirlər əslində plana düşdü. Plana düşdü istəyirlər. Axı yanaşmamız düzgün olanmaz axı. Sən burada görürsən ki, 1 hektarda 50 dənə ev var, birində 100 dənə ev var. İkisində də 28 min kvadrat verirsən. Amma bu 100 dənə evə verir, məsəl üçün deyək, 15 min kvadrat ev, o birisinə verir 8 min kvadrat ev. Yəni birində qazanc var, birində qazanc yoxdur. Sahibkar da, yenə deyirəm, biz bunların şəhərsalmanın rəhbəri o gün çox yaxşı söz dedi ki, biz dövlətdən hər hansı bir vəsait alaraq və bu mənzil şəraitini yaxşılaşdırmadıq. Bəli. Sahibkarları cəlb eləyərək mənzil şəraitini yaxşılaşdırdıq. Düzdür. Sahibkardır, bu adam pul qazanmaq istəyir. Məqsədi budur. Bəli. Sahibkarlıq da iqtisadiyyatın önəmli bir tikinti, yəni sahibkarlığı önəmli bir parçasıdır. Çox ciddi, yəni gəlirlər verir şirkətə, vergilər ödənir, vətəndaşlar müəyyən işlər görürlər, pul qazanırlar. Yəni azad sahibkarlıq inkişaf edir. Yəni tikintini dayandırmaq olmaz. Tikintinin bir ara dayandırdığı bəzi illəri xatırlayıram ki, tikinti azalma şeyində oldu. Orada inanılmaz biraz mənfi rezonans iqtisadiyyatda rezonans yaranmışdı ki, yəni vəziyyət yaxşı deyil.
Bəli. Amma indi qayıdaq o 8 il tikilməyən binaya. Yəni orada məsəl üçün sakinlərin həqiqətən loru dildə desək dedilər ki, ölüsü belə başqa qapılardan getdi də. Yəni insanlar 8 il küçədə qalıblar və bu kimi tikinti şirkətinin baxın 8 il ola bilər. Ola bilməz. Amma 2 il söz verilib 3 il ola bilər. 3 il yarım ola bilər. Uzağı 4 il ola bilər. Onun səbəbi nədən irəli gəlir bilirsiniz? Köçürmə yenə deyirəm özü çətin prosesdir. Bir nəfər köçmür, 3 nəfər köçmür, köçürdə bilmir. Birini tikir. O birisini tikə bilmir, gecikir. Bu məlum olan məsələdir. Axı sən hamısını köçürmüsən, boş ərazidir. Sən tikintinin hamısına başlamısan. Niyə tikə bilmirsən? Hanı sənin bəs maliyyə vəsaitin? Səncə bu sosial təminatı zəif olan insanlar deyək ki, maddi təminatı zəif olan insanlara qarşı tikinti şirkətlərindən belə bir qərəzli yanaşma varmı? Yox, yenə də tikinti şirkətləri ancaq mənfəətə baxır. Ancaq özünün idarə etməsinə, mənfəətinə və yaxud belə bir şeyə baxır. Amma gələn suallardan bu görünür ki, misalı deyirəm. Deyir ki, mən əliyəm, mənim heç kimim yoxdur da. Amma Pirvəlinin xalası oğlu falan yerdə işləyir deyə tikinti şirkəti ona 4000 manat verir, amma mənə 2500 verir kvadratına. Məsələ burasındadır ki, o Pirvəli əli məsələsi deyil. Mən onu daha çox nəyin tərəfdarı? Bəzi şirkətlərdə o keçir, bəzilərində keçmir. Məsələn, bəziləri var ki, şirkətə qarşı dirənirlər əməlli. Görürlər ki, məsələn, siz də belə üzr istəyirəm ifadəmi, onların bir sözü var, hayasızlıq eləyirlər deyirlər belə şeylə ki, şirkətə qarşı üzr istəyirəm ifadəmə görə. Yəni elə adamlar bir də görürsüz ki, dirənirlər axırda çoxalırlar. Və bu da artıq analogiyaya çevrilir. Deyir o aldı, mən niyə almayım? Başlayır belə bir praktika yaranmağa və o praktikanı təhlükəli praktikadır. Mən ona görə deyirəm ki, hamıya bərabər yanaşılsa, kimin nəyi varsa, ona uyğun sahə verilsə, ona ədalətli kompensasiya verilsə və bu dövlət tərəfindən müəyyən olunsa və yenə deyirəm, müəyyən olunsa belə yenə əmin edirəm ki, siz yenə vətəndaşlarımız dirənəcəklər, bəzi vətəndaşlarımız müəyyən olsa və buna dövlət məcburiyyət tədbirləri görülməlidir. Yəni məhkəmə yolu ilə bir ilə yox, köçürmədə dövlət orqanı gəlib özü məcburi hərəkətlər icra eləyərək köçürməlidir. Yəni amma indi sən adı çəkdiyin təşkilatda dedin ki, dövlət orqanı iştirak edib o köçürmədə. O pilot layihə idi, o ləğv olunub 2019-da pilot layihə. Nazirlər Kabineti qərarı ləğv olunub. Amma yəni belə də olmaz axı. Sən verdiyin şirkətin maliyyə gücünə bələd olmalıydın. Demək, burada başqa amillər də var. Başqa amillər də var. Əlbəttə, nəzarət deyil. Orada nəzarətlə kifayətlənmir. Sən yaxşı, bu tikə bilmədi. Sən o sərəncamı ləğv edib başqasına verib, başqası davam edə bilərdimi? Bəli. Niyə görə MTK-dan satışı yığışdırmırsınız ki? Bəli, MTK-dan yığışdırılmır. Niyə notarial qaydada olmur ki? Bir evi 5-nə satır bəzi şirkət. Bəli. İlkin qeydiyyat var belə. Kaktus deyilən ərazidə, Nizami rayonunda, Xətai rayonunda eyni adama bağlı olan yerlərdir. Bu gün məhkəmələrdə mənim yazığım gəlir o insanlara. Doğrudan da elədir. Mən də neçə dəfə rast gəlmişəm. Yəni o şirkəti tanımayan yoxdur, tanımayan hakim yoxdur. Bir də ondan başqa da o insanlar ki var, pul verib alıblar da. Məsələn, məndə bir кейs var idi ki, həmin o kaktus deyilən ərazidə mənzil alınmışdı. Kişi yəni ürəkdən kriz keçirib rəhmətə getmişdi. Bir vətəndaş indi yığmışdı bizi verilişdə. Bəli. Yəni bu nə dərəcə buna necə icazə verilib? Amma nəticədə insanlar əziyyət çəkirlər. Yox, bunu bir evi bunun qarşısını almaq çox rahatdır. Əslində onunla bağlı layihə də var. Necə oldusa əslində keçən il 2024-cü yayında o icra olunmalı idi. Nə layihəsi idi? Layihə o idi ki, MTK-da satış olmur, notarial qaydada olacaq və şəhərsalma, daşınmaz əmlak və Ədliyyə Nazirliyi, yəni notariusun sistemi inteqrasiya olunurdu. Reyestr yaradılırdı. İcazə verilmiş binanın layihəsi görünür və evlər görünürdü. Məsəl üçün, bir evi satanda notarial qaydada alıq-satqı eləyəndə həmin deyək ki, sistemdə görünür ki, o ev artıq qırmızı düşür üzərinə ki, bu ev zanitdir. Yəni belə deyək də satılıb filankəsin mülkiyyətindədir. Yəni notarius onu görə bilirdi. Yəni bir evin bir neçə nəfərə satılması. Amma bu əlimdədir. MTK-da 3 dənə müqavilə yazıram. Hərəsində birini yazdım, verdim. Sür getdi. Bir evi üstünə satdım. Sonra problem çıxdı. Kimisə tutdular, şey elədilər. Saxta möhürlü müqavilələr də var. Saxta möhürlü belə məsələlər var ki, yenə deyirəm, düzdür, o 2024-cü ildəki layihənin yerinə yetirilməsi evlərin qiymətini fantastik dərəcədə artıracaq. Artırması deməkdir. Amma ən azından hüquqlarının təmin olunmasıdır. Hüquqlarının təmin olunması deməkdir. Bəli, biz bugün sənə danışdıq, 300 min verir adam evdə qalır küçədə. İpoteka şərtləri niyə belə ağırdır? Bəli, mən bunu da Yaxşı,
2000 deyək ki, ipoteka fondu 7% 150 min, güzəştli kreditdə 4% 100 min pul verirlər. Bəli. Düzdür. 100 min ev var Bakıda. Yoxdur. Hal-hazırda yoxdur. Hətta Bakıdan o yana, Güzəştli Xırdalan yəni, zət zonasında. Yəni cəmaətə Xırdalandan ev almaqdır da və bu şəhərdə ev alına bilmir ki. Yox. Niyə görə bu müzakirə olunmur? Neçə illərdir 150 min balansında qalıb o məbləğ? Niyə artırılmır o məbləğ? Niyə baxmırlar ki, məsələn, bunun üzərinə 150 yox, bəlkə bu qiymət artımını nəzərə alaq, 200 min eləyək kredit məbləğini. 7% məsələn, düzdür, ipotekada, amma o qədər açılan anda bitir o 7%. Güzəştli ipoteka, o yoxdur demək. O yoxdur demək olar. 7%-də yəni çətin düşmək. Bank kreditləri siz xəbəriniz var. Bəli, statusda alınmalıdır. Daxili kreditlər yaradılır. Yəni hardasa sizə deyim də, ən aşağı daxili bank kreditləri verirlər. 11%. Bəli. 200 minlik ev 500 minə gəlib durur. 550 min. Düzdür. Və sonra da alırlar, satırlar çünki ödəyə bilmirlər. Amma qayıdaq biraz bu tikinti məsələlərinə. Məsəl üçün biz səninlə reklam fasiləsində də danışdıq ki, sadəcə onun alqı-satqısı sökülən bina deyil, sonra tikilən binada yaşayanda da bir sıra problemlər var ki, biz bunu dəfələrcə səninlə öz aramızda danışırıq. Çünki bizdə hələ də bu qonşu mədəniyyəti deyək də, yəni qanunun tənzimləmədiyi məsələlər yenə də aktualdır. İnsanlar öz aralarında bunun bir razılığa gələ bilmir. Çox gözəl bir məsələyə toxundun ki, düz asfaltda 2 dənə çizgi çəkib adama qaraj satırlar. MTK-nın problemləri, məsəl üçün, liftin birini özünə bağlayır, qoymur sakinə istifadə edir. Sakinə istifadə eləmirsən, kimsən ki, lifti bağlayırsan? Bəli, binanı tikən şəxs orada yaşayan insanlara kirədə yaşayan kimi bir davranış sərgiləyir. Bəli, olmaz axı. Sən MTK-sən, təhvil verdin, binanı istismara qəbul elədin. Sən MMC yaradıb idarəetməni verməlisən başqa bir şəxsə, oranın bir payçısına. Niyə vermirsən? Bir məqam da var ki, məsələn, dövlət tərəfindən bilmirəm niyə o biraz mən baxıram ki, nəzarətsiz qalıb bu məsələ. Mənzil Məcəlləsində belə bir məqam var ki, əgər binanı idarə etməsi kooperativ tərəfindən mövcud, yəni yoxdur da, olunmur və müştərək cəmiyyət yaradılmırsa, o zaman binanı bələdiyyə təhvil vermə statusu var. Bəli. Məsələn, o praktikada yoxdur. Və bələdiyyələr də heç bir inisiativa bununla sərgilənmir ki, mən gedim, iclas keçirdim sakinlərlə. Yox, bu əslində bizim vətəndaşlarımızın da burada boşluqları var. Bu ümumi yığıncaq keçirilmə mədəniyyəti də yoxdur bizdə. Yoxdur. Gəlir toplansınlar, bir səs yığsınlar, bir idarəetmə yaratsınlar özləri üçün. Bəli. Bəs pul ödəmək, kommunal ödənişləri vaxt-vaxtında olurmu? 2005-də tikilən binaların fasadlarına, vəziyyətinə baxın, hamısı pis gündədir. Bəli. Çoxsu baxımsızlıqdan. Bəli, çatıları hətta sökülür, gəlir. Yəni baxımsızlıqdan. Niyə görə? Bakı şəhər İcra Hakimiyyəti KOP ərəfəsində yəqin gördünüz ki, bəzi binaları öz hesablarına rənglədilər. Bəli. Ki belə olmamalıdır. Mən yenə deyim, xarici ölkələrdə buna qarşı çox ciddi cərimələr var. Əgər fasad şəhərin ümumi görüntüsünə mənfi təsir eləyirsə, yəni bunun kifayət qədər böyük cərimələri var və o cərimələri həmin binada yaşayan sakinlər ödəyir. Ya da əks halda təhvil verməlisən. Yəni niyə deyir ki, məndə bir şey var. Deyir mən 5 dənə evim var. 5 dənə evim var. Mən birində yaşayıram. 4-ünə görə niyə kommunal pul ödəməliyəm ki? Deyirəm onda belə çıxır ki, məntiqdən. Binada 100 nəfər ev var. 1 nəfər yaşayır, 1 nəfər bütöv binanın rasxodunu çəkməlidir üzərində. Bu absurd yanaşmadır. Sən bizdə belə danışaq da, əmlak vergisi çox bir cüzi bir rəqəm. Bələdiyyədir, sonra da tam ödəmirlər. Bəli. Yəni reallığı danışaq da, tam ödəmirlər. Hələ ki ödəmirlər, amma yavaş-yavaş indi tədbirlər görülür, yığılır, amma elə böyük ciddi də məbləğlər deyil ay ərzində. Mənim üçün sual verirlər zəng elə bəzən ki, bələdiyyədən biz ödəməliyik. Ödəməlisiniz bir mənalı. Bəli, yəni artıq tədbirlər də görüləcək bunun. 201-ci il olsa 202-ci maddə idi. Səfərimiz ödənməlidir əmlak vergisi. Yaxşı. Digər ölkələrlə müqayisə eləyək görək. Orada əmlak vergiləri nə qədərdir? Əmlaka görə nə qədər ödəyirlər? Sən 50 manat, 70 manat binanı 5 dənə ev alırsan. Bəli. 50 manat, 70 manat binanın saxlanmasına vermirsən. Bu absurddur, mən fikir. Yəni mən özüm yeni tikilidə yaşayıram. Hamıdan birinci verirəm. Halbuki vəkil olaraq onları incitmə metodlarını yaxşı bilirəm, məsəl üçün verməyə də bilərəm. Hamıdan birinci verirəm və artırması ilə verirəm. Çünki bir vətəndaş kimi dərk eləyirsən ki, burada işləyən insanlar var, əmək haqqları var. Sonra deyirlər ki, kommunal xidmət haqqını niyə artırdılar?
Ola bilər 50 qəpik olur, 55 artır. Minimal əmək haqqı artır. Minimal əmək haqqı artır. İşçilər artıq 300 manata işləyən işçi deyir mən 400 manata işləyəcəm. Nəqliyyat xərcləri artır. Nəqliyyat xərcləri, hər şey artır. Bu niyə artmasın ki? Tamamilə düzdür. Bunun qarşısını almaq istəyirlərsə, mən hər zaman deyirəm, həmrəy olun, toplanın, hesabat müzakirə alın. eləyin. Hesabat alın. Əgər fikirləşirsiniz ki, MTK idarə edən şəxs onu bura sərf eləmir, cibinə qoyursa, hesabat alın. O sizin hüququnuzdur. Şəffaflığı təmin edin ki, bu pullar hara gedir. Amma bir mənalı mən hesab edirəm ki, ehtiyat fondu sən də təklif eləmirsən. Mütləq olmalıdır. Çünki ən yaxın zamanda ki, bu artıq qaçınılmaz bir məsələdir. Yeni tikililərin o qəzalı formaya düşməsin deyə tədbirlər görüləcəkdir. Və burada birinci növbədə MTK-nın sədrləri məsuliyyət daşıyacaq, ya da mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin sədri. Çox yaxında başıma bir hadisə gəldi, bir məhkəmə mübahisəsi idi. Can balkon sisteminin quraşdırılması qanunsuzdur. Fasadda can balkon sisteminin quraşdırılması qanunsuzdur. Artıq müqavilələrə də salınır o bəndi fasadın. Amma mən məsələn görürəm ki, vətəndaş gəlir məhkəmədə deyir ki, mən normaya istinad edirəm ki, bax, yanğın mühafizə qaydalarının falan bəndinə görə bu olmaz və yaxud şəhərsalmanın bir qərarı var, ona uyğun olan, ona olmaz. Vətəndaş deyir ki, hamı eləyir axı. Hamıya cərimə tətbiq olunur. Yaxşı deyirəm, sabah bir partlayış olanda və yaxud Allah uzaq eləsin, kimisə uçdu, kimisə başına düşdü, kimisə əmlakına zərər vurdu, ən halda kim məsuliyyət daşıyacaq? Deməyəcəklər ki, ay MTK sahibi, sən idarə edici təşkilat, sən baxmırdınmı ki, bu can balkon quraşdırılıb? Axı qanuna görə qadağandır bu. Ki onu da onlar da məsuliyyəti amma bəzi MTK-lar pul alıb, bəli, icazə verirlər, düzdür. Faktiki icazə demək göz yumurlar mövcud olan. Göz yumurlar. İcazə verən göz yumurlar ki, getsin eləsin. O binanın fasadında pis günə qoyur axı. Düzdür. Yavər, dialoqumuzu bitirirəm. Bilirəm ki, çox yorduq səni bugün, bazar günüdür. Amma yekunda yenə də bəlkə bir-iki şirkəti tövsiyə eləyəsən. Tövsiyə. İzləyicilərimizə ki, bəli, bunlardan ev almaq dəyər. Başa düşürəm ki, yəqin ki, çox var. Şərtləri özü müəyyən eləmək şərti ilə, şərtləri, müqavilə şərtləri. East Park yaşayış kompleksi, Invest M Construction, Capital City, Capital Plaza, Crystal Abşeron, Winter City Group şirkətinə aid olan Malibu 28 Residence Grand Plaza, sonra İzləyicilərimizin inandıraq ki, bu reklam deyil. Həqiqətən ki, biz həqiqətən yox, bəzilərindən işləmişəm, şahid oluram. Bəli. Şahid oluram. Eleven Park, Ağşəhərdə bəzi binalar var ki, tanınır, Hünər Qrup və onlar var. Yəni bunlar tövsiyə olunan şirkətlərdir. Mən düzdür, baha satırlar. Bir də tövsiyəm odur ki, ucuza getməsinlər. Yəni bir şey görürlər ki, bu ucuzdur, mən bunu alım ucuzdur deyə. Yoxlasınlar, ən azından. Bir də ev alanda mütləq peşəkar, bu sahənin peşəkarı olan vəkil və hüquqşünasların köməyindən istifadə eləsinlər. Çünki deyirlər, binalar hamısı çöldən çölə satır və yaxud belə eləyir. Bu da ciddi problemdir. Bəli. Müqaviləndə yazılıbdır o. Razı olma, alma. Baxmırdın, müqavilə azadlığı deyilən bir şey var. Düzdür. Qol çəkmə, deyirəm ki, mən razı deyiləm. Çox sağ ol, Yavər. Bazar günü gəldin. Çox şad oldum səni görməyimə. Hörmətli izləyicilərim, biz bu rubrikanı davam edəcəyik. Sizin də fikirləriniz varsa şərhlərdə mütləq qeyd edin. Sağ olun.